Abbas evini bu yerde Əlqəmə çayına getirdi. Deyilənlərə görə Abbas Əlqəməyə çatarkən bəlkə susuz olsa da ama su içmədi. Bir gecə də amannamə gətirmişdilər əvvəlcə zadaya. Gördülər Şimrin səsi gəlir. Şimrin ana tərəfdən deyirlər qohumluğu vardı əvvəlcə zadaya. Bacım oğlanları deyirdi onlara. Əvvəlfəz çağırır bir qardaşlarının özünü çağırır. Əvvəlfəz ağı elə bil eşitmiş Şimrin səsini. İmam Hüseyn dedi, qardaş get gör nə deyir. Gəldi dedi, sənə amannamə gətirmişəm. İbn Ziyad amannamə verib, getsin sən amandasan. Baxdı dedi, təbbət yədak ya Şimr, əlin qurusun Şimr. La'nəkəllah və la'nə ma ci'tə bihi min əmanikə haza. Allah sənə də lənət eləsin, sənə bu amannamə yazana da lənət eləsin. Ətə'muruna ən nətrük əxanəl Hüseyin ibn Fatimə. Deyirsən qardaşımız Fatimə balası, Zəhra balası Hüseyni tərk eləyək. Deyirsən ki, Hüseyni tərk eləyək, lənət olunmuşların tərəfinə keçək. Lənətə gəlmişlər və lənətə gəlmişlərin oğullarının tərəfinə keçək. Dedi, ey piri mücəvvir, itiribsən özüvi, mərifət yoxdur tutub pərdə-i qəflət gözüvi. Deyilən müştəri bu sözlərə, qurtar sözüvi. Üməvilər ola bilməz hədəfi aliyədə, sənə də lənət, amannamə yazan valiyədə. Dedi, mənə amannamə gətirmişsən, cırdı, atdı, qayıtdı, gəldi xeyməsinə. Birdən gördü Əli Əkbər dayanıb xeymə yanında başını salıb aşağı. Əvvəlfəz çıxdı, dedi, canım sənə fəda olsun, niyə belə dayanmısan? Dedi, əmi atam çağırır səni xeyməsinə. Gəldi, başı aşağı salıb, həyəcanlı halda gəldi Hüseynin xeyməsinə. Üzbəüz dayandılar, ayla gün üzbəüz dayandılar. Hüseyin baxdı dedi, heç kimi qardaş utandırmaq bizə adət deyil. Fikrin olsa getməyə Zeynəb də narahat deyil. Və getmək istəyirsən, get. Amannamə veriblər, getmək istəyirsən, get. Deyir, əvvəlfəz etmə demədi, başını saldı aşağı. Çıxdı Hüseynin xeyməsindən, bilirsiniz hara getdi? Getdi Zeynəbin xeyməsinə. Əvvəlfəz də çətin məqamda bacısı Zeynəbə pənah aparır. Ay dərdi olanlar, ay hacəti olanlar, nə dərdiniz var bu gecə deyin xanım Zeynəbə. Girdi Zeynəbin xeyməsinə. Sərbəsər murəclərimdə Murtəzanın qanı var. Bacı, qanız eşqüz ilə qətrə-qətrə qanımın cəryanı var. Bacı, dərdiməndəm, dərgahızda dərdimin dərmanı var. Dur bir himayə eylə, ağam qovmasın məni. Bacı Hüseyin nə danışır, ağam nə danışır? Dur himayə eylə, ağam qovlamasın məni. Zeynəb başını saldı aşağı, yəni Hüseyin deyən yerdə mən nə deyim? Bir onda gördülər əvvəlfəz çıxdı Zeynəbin xeyməsindən. Qızlar dayanıb əl-ələ tutub baxırlar. Baxdılar, gördülər başından döyüş papağını çəkdi qoydu yerə.
belindən qılıncın açdı qoydu yerə. Ayaq yalın, baş açıq qızların arasından keçdi. Birdən söndü İmam Hüseynə baxdı, dedi Hüseyn elə bilmə başqa qapıya gedirəm. Gedirəm Nəcəfə atam Əlinin qapısına. Gedirəm atama deyəm ağam qoyuladı məni. Onda qızların ağlamaq səsi uzaldı. Rüqəyyə gəldi qabağa, qoyun əmimdən özüm danışım. Məndən keçməz, qoyun özüm danışım əmimlə. Gəldi dolandı Əvəlfəzlin başına. Əmi hara gedirsən? Getməyin olsa da fikir et mənə ondan sonra get. Bağla qollarımı ver düşmənə ondan sonra get. Sizi kızım hara gedirəm, haram var hara gedin. Belə danışma, qeyrətim məni öldürür. Aşura günü demirəm nə oldu. Gəlib sağollaşmadı qızlarla. Qorxurdu Səkinə dözməyə, Rüqəyyə dözməyə. Onu o qədər çox istədilər uşaqlar. Vidalaşmaqdan qaçırdı. Gəldi tez su qablarını götürdü, dedi balalar gedirəm su gətirməyə. Demirəm nə oldu. Demirəm nə oldu. Day mənim də taqətim yoxdur bu sözləri danışmağa. Sizin də yəqin taqətiniz yoxdur. İmam Zaman ağanı da narahat eləməyək. Amma uza yerdən yıxılan vaxt birini görsəz əgər, uza yerdən yıxılan vaxt birini görsəz əgər, qoyar əvvəldə bu məlum idi qolları yerə. Görmüsünüz bir adam uza yerdən yıxılanda neyniyir? Qolun verir qabağa. Olmadı qolları, yıxılan vaxtı da versin qabağa. Üzü üstə gəldi yerə. Bilmirəm nə oldu, yanıqlı dildə qardaş səslədi. Yad erəm bir yol 34 ildə qardaş səslədi. 34 ildə birinci dəfə Hüseynə qardaş dedi. Hüseyn dedi, Zeynəb bu kimin səsidir? Özü başa düşdü. Sizi qardaş, qardaşım Əvəlfəzlin səsidir. Onda əlim qoydu belinin üstünə, əl-an inkəsərə zəhri. Əvəlfəz belimi sındırdın. Əvəlfəz şəhid olandan sonra düşmən cürət tapdı xeymələrə tərəf gələ. Ondan sonra cürət tapdı. به و عشقی و سن اون یه جزم خبتان را سن dünya denizet çerdi zehra sana şayist semel bakç bu